Salamlayıram hər birinizi, əziz həmkarlar, əziz valideynlər, əziz şagirdlər. Biz bugün 3-cü sinif şagirdləri üçün Namazov vəsaitindən məntiq testlərinin izahına baxırıq. Gəlin vaxt itirmədən keçək sualların izahına. Ardıcıllıqlar bölməsidir. Bölməmiz gördüyünüz kimi burada nümunə tapşırıqlar verilib. Mən yavaş-yavaş dedim, çünki nümunələrə baxmaq sizin xeyrinizədir. Nümunələrlə tanış ola bilərsiniz. Müxtəlif üsullardan burada istifadə olunur. İndi isə baxaq əsas tapşırıqlara. Çalışın sualları bir-bir mənimlə bircə işləyin. Deməli, test 2. Başladıq. Belə bir məntiq sualı çıxıb qarşımıza. Deməli, ilk öncə nə etməliyik? Ədədlər arasındakı fərqə baxmalıyıq. Baxın, burada yazılıb 13 və 15. Mən 13-ün üzərinə neçə əlavə etməliyəm ki, 15 alınsın? Başqa cür desək, 13 və 15 arasında neçə fərq var? Böyükdən kiçiyə çıxırıq. 15-dən çıxdıq, 13 qaldı 2. Başqa cür desək, 13-ün üzərinə 2 əlavə etsəm, olacaq 15. 15-dən 19 almaq üçün 19 ilə 15 arasında nə qədər fərq var dostlar? Təbii ki, 4 vahid. Yəni, 15-in üzərinə 4 əlavə etsəm, 4 səliqəli yazaq. 4 əlavə etsəm, olacaq 19. Bəs mən 25 və 19 arasında nə qədər fərq var? Bunu necə müəyyən edirəm? 25-dən çıxıram 19-u, qalır 6. Bu ədədlər bizə nə isə xatırladır mı? Bəli, cüt ədədlər ardıcıllığıdır. Yəni 2, 4, 6. Gəlin görək növbəti ədəd 8-i verirmi bizə? 33 çıxılsın 25 neçə edir? Təbii ki, 8. Deməli, 25-in də üstünə 8 gələndə olur 33. Deməli, növbəti ədəd, baxın, olmalı 2, 4, 6, 8. Deməli, 33-ün üzərinə əlavə etməliyəm, dostlar, 10-u. O da bərabər olacaq 43-ə. Yəni, qırmızı ilə yazaq görünsün. Burada olacaq 43. Cavabımız B variantı. Davam edək ikinci sualla düşünürük. 6-dan 10 alır, 10-dan 14 alır. Təbii ki, 6-nın üstünə 4 gələndə olacaq 10. 10-un üstünə 4 gəlirik, olur 14. 14-ün üstünə 4 gəlirik, olur 18. 18-in üstünə 4 gələndə, dostlar, təbii ki, neçə olur? 22. 22-nin üstünə 4 gələndə olacaq 26. Cavab A variantı. Üçüncü testə baxırıq, düşünürük. Necə ola bilər? 92 ilə 83 arasındakı fərqi tapmağa çalışırıq. 92-dən 83 çıxanda, dostlar, neçə qalır? 9. Dəqiqə. Çıx 9. 83-dən 74 almaq üçün. 83-dən çıxırıq 74. Neçə qalır, dostlar? Təbii ki, 9. 74-dən çıxırıq 65-ə. Təbii ki, qalır 9. Və yaxud 74-dən 9 çıxanda qalır 65. 65-dən çıxıram 9. Qalır 56. Deməli, növbəti mərhələdə, dostlar, 56-dan çıxıram 9-u. O da bərabər olur 47-yə. Cavab C variantı. Növbəti misala baxırıq. 51, 49. 51-dən çıxıram 49-u. Alınır 2. Deməli, 2 vahid. 2 çıxsam 49 qalacaq. 49-dan 45 çıxanda neçə çıxmaq lazımdır? 49-dan 45 çıxanda qalır 4. Deməli, 49-dan 4 çıxsam qalacaq neçə? 45. 45-dən 6 çıxsam, dostlar, 39. 39-dan 8 çıxsam 31. Deməli, növbə 10 çıxmaqdır. 31-dən də 10 çıxanda qalacaq 21. Cavab B variantı. Bu səhvə bitdi. Aha, davam edək. Buyurun. Baxırıq. 7-dən 9 almaq üçün üzərinə 2 əlavə etmək lazımdır. 9-dan 13 almaq üçün, dostlar, üzərinə 4 əlavə etmək lazımdır.
13-dən 19 almaq üçün üzərinə 6 əlavə etmək lazımdır. 19-dan 27 almaq üçün dostlar 8 əlavə etmək lazımdır. 27-dən 37 almaq üçün üzərinə 10 əlavə etmək lazımdır. Deməli, növbəti dəfə biz 37-nin üzərinə əlavə etməliyik 12-ni. O da bərabər olacaq 49-a. Cavab A variantı. 41, 5, 36. Baxın, 2 fərqli rəng var. Məsəl üçün, baxın, burada nəyi görürük? 5-i 2-yə vurar 10. 10-un üstünə 5 gələr və yaxud 2-yə vurmağa ehtiyac yoxdur. Üzərinə 5 gələr, üstünə 5 gəlir 10. 10-un üstünə 5 gəlir 15. 15-in üstünə 5 gəlir 20. 20-nin üstünə 5 gələcək. Olacaq 25. Variantı tapmışıq əslində, amma digərini də tapmalıyıq. 41, 36, 31. Necə azalır dostlar? 41-dən 36 çıxanda 5 qalır. Yəni 41-dən 5 çıxanda 36 qalır. 36-dan 5 çıxanda 31 qalır. 31-dən dostlar 5 çıxanda 26 qalır. Düzdürmü? 26-dan da 5 çıxanda qalacaq 21. 21 və 25. Cavab C variantı. 7-ci suala baxırıq. 6, 13, 20, 27. 6-dan 13 almaq üçün dostlar üzərinə 7 əlavə etmək lazımdır. 13-dən 20 almaq üçün üzərinə 7 əlavə etmək lazımdır. 20-dən 27 üstə gəlir 7. Növbəti dəfə biz 27-nin üstünə 7 gəlirik. O da bərabər olur. Neçə? 34-ə. Baxın, artıq biz cavabı tapmışıq. Amma yaşıl dairəni tapmalıyıq. Kimsə deyir ki, ay müəllim, axı imtahanlarda bu qədər asan düşmür. Əslində, siz bu, məsələn, burada tapşırıqlar, istənilən test vəsaitlərində tapşırıqlar asan, orta və çətin olur. İlk öncə siz məntiqin asan tapşırıqlarını, sonra orta səviyyəliləri, sonra isə çətinlərini işləyirsiniz. İmtahanda isə artıq düşən o 1-2 sual çətin də ola bilər, orta da ola bilər, asan da ola bilər. Artıq siz o tapşırıqları yerinə yetirdiyiniz üçün sizdə müəyyən bir düşünmə bacarığı formalaşır. Suala baxdığınız zaman artıq onu düşünüb tapa bilirsiniz. Burada isə 7 çıxırıq. 63-dən 7 56, 56-dan 7 49, 49-dan 7 42, 42-dən də 7 çıxanda necə qalır? Təbii ki 35. Cavabımız olacaq B variantı. Sonuncu tapşırığa baxırıq. 3, 4, 7, 11, 18, 29. Bir vahid artmış kimi görünür. Sonra 3 vahid artmış kimi görünür. Sonra neçə vahid artıb dostlar? 4 vahid artıb. Sonra baxıram ki, 7 vahid artıb. Baxıram ki, məntiqi uyğunluq yoxdur. 1, 3, 4, 7. Bunlar arasında da hər hansısa bir məntiqi uyğunluğu tapmaq çətindir. Ona görə başqa bir üsuldan istifadə edə bilərəm. Baxın, 3 ilə 4-ü toplasanız alınacaq 7. Baxın, bu ikisini toplasanız bu 7 alınacaq. Görürsünüz? İndi məsələn, baxın, 4 ilə 7-ni toplayırsınız, eləyir 11. Yəni növbəti ədəd. 7 ilə 11-i toplayırsınız, eləyir 18. 11 ilə 18-i toplayırsınız, edir 29. İndi biz cavab tapmaq üçün 18 ilə 29-u toplamalıyıq. 18-in üzərinə 29 əlavə etdikdə 7, 3, 4, 47-yə bərabər olur. Cavab A variantı. Belə bir video dərsimizin daha sonuna gəldik. Sizinlə mən idim İncəgül müəllimə İsmailova. Gələn dərslərdə görüşmək diləyilə. Hər birinizə uğurlar.